Vangeliya Quşçirova Osman İmperiyasının əyalətində Şimali Makedoniyada 1911-ci ildə anadan olmuşdu. 12 yaşında evə dönən zaman tufana düşmüş qızcığazı qasırğa göyə qaldırmış, 100 metr uzaqlıqda yerə çırpmışdı. Elə o gündən sonra qız kör oldu. Vanga 2-ci Dünya müharibəsi başlayandan sonra cəmiyyətin diqqətini özünə cəlb etdi. Şayələrə görə o, əskərlərin diri və ya ölü olduğunu dəqiqliklə yaxınlarına deyə bilirdi. Vanganın yanına gələn ilk səviyyəli şəxs Bolqariya kralı 3-cü Boris olmuşdu. 1967-ci ildə ona dövlət məmuru statusu verdilər və $200 maaş ayırdılar. Vanga 1981-ci ildə öz vəsaiti ilə kilsə tikdirdi, lakin indiyə qədər orada heç bir keşiş dua etməyib. 1996-cı ildə 85 yaşında Vanga vəfat etdi.